Zərdabların Ağcalı kəndində doğulmuşam. Cəfər Cabbarlı adına orta məktəb bitirmişəm. Orta təhsilliyəm, ailəliyəm, 3 evladım var. Yəni bir dövlətdə ki, bugün mən niyə narazıyam? Bu bir dövlətdə ki, konstitusiya yoxdur, bu dövlətdə ki, konstitusiyası dərmə deşikdir. Yəni hər şey gözləmək olar. Dövlətdən hər şey gözləmək olar. Mən 2002-ci ildə hərbi xidmətə çağırıldım. Daxili İşlər Nazirliyində xidmət elədim. Orada mən haqsızlığı gördüm. Böyük haqsızlıq vardı. Yəni 2003-də o prezident yıxıldı. Ondan sonra bizim gücləndirilmiş iş rejiminə keçdik. Orada mən haqsızlığı gördüm. Orada insanlar kobud şəkildə əzməyi gördüm. Mən komandirə deyirdim, bəs belə bir qanun var, sərbəst toplaşma azadlığı var. Bəs bu Ağayev niyə əmrə tabi? Yəni belə şeylər görərək mən ölkəni təşkil edib 2003-cü il iyul ayında bitirdim hərbi xidməti. 2003-cü ilin dekabrında ölkəni tərk elədim, İsveçrə getdim. Yəni orada miqrasiyada oldum bir neçə il. Ondan sonra vətənə döndüm. Daimi bildiyiniz kimi getdim, gəldim. Bu müqayisə elədim. Başqa dövlətlərlə müqayisə elədim. Biz çox geridə qalmışıq. Çox qat-qat geridə qalmışıq. Bugün baxırıq, hətta o 2002-ci ildə bir referendum keçirildi. Maddə 101-in 5-ci bəndinin pozulması ilə bağlı, yəni ləğvi ilə bağlı. Biz ona əskərlikdə olaraq etiraz etdik. Bir neçə əskər. Yəni etiraz etməyimizə baxmayaraq yenə bizim səsimizi oğurladılar. Yəni bugün elə bir vəziyyətə çatmışıq ki, başqa şey demək olmur. Artıq ondan sonra referenduma ehtiyac olmadı. Öz əllərində idi. Konstitusiyanı dərmədeşik etdilər. Artıq bir ölkədə ki, anayasa yoxdur, nə desin ola bilər. Bugün burada olmağımın səbəbi demokratik respublika qurmaq lazımdır. Hər birimiz cəm olmaqla, bir araya gəlməklə bir demokratik respublika quraq. Əl-ələ verərək. Bu həftə siz deyən məsələ olacaq. Bu həftə deməli, sabah bir gün Azərbaycan Xalq Parlamentdə konstitusiyanın elə o dərmədəşik olunması məsələsi müzakirə olunacaq. Çox önəmli bir məsələ toxundunuz. Çox vacib. Hər şey oradan başlayır. Hər şey oradan başlayır. Bəzi, bilirsiniz, toxunulmaz məsələlər var. Elə məsələ var ki, o həqiqətən toxunulmaz. Məsələn, övladın ataya, anaya qarşı etirazı yəni bizim aləmimizdə toxunulmazdır. Yəni ata, ana toxunulmazdır, valideyn toxunulmazdır və buna toxunmaq olmaz. Çünki müqəddəsdir. Valideyn müqəddəs bir varlıqdır. Valideyn, indi dindarlarımız da var burada, Allahdan sonraki bir mərhələdir. Yəni həqiqətən də toxunulmazdır. Ona toxunluq tutarı getdi. Amma bir cəmiyyətdə ki, artıq valideynə toxunuldusa,